Bakıda fəaliyyət göstərən Tüstü pub və restoran adında ictimai yaşayış obyektinin vergi qanunlarını pozduğu iddia olunur. Infoplus TV Baku News'a istinadən xəbər verir ki, müəssisə müştərilərdən ödənişi rəsmi kassa çeki təqdim etmədən kartdan kart üsulu ilə təqdim edir. Məlumata görə 10 oktyabr 2025-ci ildə vətəndaş tərəfindən 50 manat Tüstü pub və restoran adında fəaliyyət göstərən obyektin icarədarı Üzeyir adlı şəxsin şəxsi Unibank kartına köçürülüb. Lakin müştəriyə nə kassa çeki, nə də rəsmi qəbz təqdim olunmayıb. Bu isə vergi məcəlləsinin və nağdsız hesablaşmalar haqqında qanunun tələblərini ziddir. Qanunvericiliyə görə ictimai yaşayış obyektləri ödənişləri yalnız kassa aparatı və ya post terminal vasitəsilə qəbul etməlidir. Şəxsi kart vasitəsilə konversiya ödənişi isə qadağandır. Ekspertlər bildirirlər ki, bu cür hallar üçün sahibkarlıq subyektləri 10.000 manata qədər cərimə oluna və ya fəaliyyətləri dayandırıla bilər. Tüstü pub restoran sosial şəbəkələrdə 80 mindən çox izləyiciyə malikdir və Nəsimi rayonu 20 yanvar küçəsi 40 ünvanında fəaliyyət göstərildiyi bildirilir. Redaksiya qarşı tərəfin mövqeyini öyrənməyə çalışsa da, onlar məsələni inkar ediblər.